Hörmətli izləyicilər, xoş gördük sizləri. Çox deyirdiniz şəxsi ev, bu da şəxsi evdir. 3 otaqdan ibarətdir. 4 tərəfi cüt daşla tikilmiş bir evdir. Şəxsi evdir. Sadəcə təmirə çıxarılıb, satılır. Satışa çıxarılıb. Çıxarışlı bir evdir. Bu evimizin fasadınısı da belə bir fasadınısı var. Burada hündür bir padvalı var. Evin 4 tərəfinə fırlanmaq olar. Böyle bir padvalı var. Hündür padval var. Rahatlıkça iki başın girir həyətinə. İnsə pləkanlarla qalxaq neçə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 daş pləkandır. Tam mülkiyyət çıxarışlı bir evdir. İnsə daxil oluraq evin içərisinə. Koridor hissəsidir. Böyle bir koridor hissəsi var. Ev yaşayış ev olub, sadəcə çıxarılır, təmir olunub, satışa çıxarılır. Burada mətbəxdir, mətbəx meyvəli yığılır. Pəncərəsi birbaşa evin həyətinə baxır. Burada isə sanitar qovşağıdır. Geniş bir sanitar qovşağı bütün avadanlara quraşdırılır. Yine qeyd edilib yaşayışlı bir ev olub. Burada isə bir otaqdır. Belə bir otaqdır. Pəncərəsi birbaşa həyətə baxır. Burada isə ikinci pəncərə. 2 pəncərəsi var bax. Qoşa daşda fikir verir. Belə bir evdir. 3 otaq evdir. Burada isə solda 3-cü yataq otaqdır. Pəncərəsi birbaşa küçəyə baxır. Burada ise qonaq otağıdır, geniş bir qonaq otağıdır. 2 dənə pəncərəsi var, skvarlı pəncərədir. Biri sağda, biri solda. Pəncərə birbaşa. Buna maniye yoxdur. Orada qoşa daşdır. Burada ikinci pəncərədir. Ev Xırdalan şəhərində 3 sayılı məktəbə 2, 9 sayılı məktəbə çox bir yaxın ərazidə yerləşir. Çıxarışlı bir evdir, 3 otaqdan ibarətdir. Tam təmirli, super, bir içinə yaşa bir evdir. Evimizin qiyməti 91.000 manata deyilir. Sağ olun, Allah amanında. Kimin evi varsa satlığa zəng eləyə bilər, gəlib çəkiliş edib köməklik edib sata bilərik. Sağ olun, Allah amanında.